Bu qidalar tamamilə toksikdir. Bunları heç bir insana qəbul etməyini tövsiyə etmirik həkim olaraq. Çünki enerjiləri yüksək olan kişilər piyələnmə səbəb olur. Onlar içərisində müxtəlif şəkər əvəzedici maddələr vardır. Qan şəkəri yüksəldərək insulin rezistentliyinə səbəb olur. Zamanla şəkərli diabetə bu insana sürükləyir. Nəzərə alaq ki, gənc insanlar, xüsusən idmançılar protein tozlarını bəzi nəticə göstərmək üçün, əzələ kütləsini artırmaq üçün qəbul etdiyi maddələr, protein tozları içərisində proteinlərin içərisində testosteron hormonunu təsdiq edəcək, testosteron metabolizmasını pozacaq xeyli miqdarda əlavələr var, supplementlər var. Bunları qəbul edən insanlarda zamanla hipogonadizm, xəyalların fəaliyyətdən qalması, testosteron hormonunun aşağı düşməyi, hipogonadizm, ən böyük problem ginekamastiya, kişilərdə süd vəzninin qadın tipli böyümesi, şişməsi onlara utandıran bir problem halına gətirir. Eyni zamanda sağlamlığa çox ciddi təhlükə altına salır. Ona görə protein tozları, enerjidə yüksək olan içkiləri bir zəhər kimi qəbul etmək lazımdır. Onların zərərli olduğunu hər kəs bilməlidir. Xüsusən gənclərimiz bu kimi qidalardan uzaq durmalıdır və bunların mənfi təsirləri, əlavə təsirləri hələ bizim bilmədiyimiz onkoloji problemlərə yol açdığını, tüm metabolizmanın endokrin sistemini pozduğunu, endokrin pozucular qrupuna aid olduğuna aid xeyli çalışmalar olduğunu da bildirmək istəyirəm və bu insanlar, gənclərimiz bu kimi qidalardan uzaq durmağına şiddətlə tövsiyə edirəm.